Bir daha axşamınız xeyir, dəyərli izləyicilər, dəyərli könüllü nəzarətçilər. Deməli, bu Kür çayıdır və Kür çayından bir qol ayrılır Akuşa bir kanalına. Bu da aşağı Kürkənd kəndinə gedən suyla 400 təsərrüfatı təmin edir. Həmən bu Kürün yatması nəticəsində nasoslar suyu götürə bilmirlər. Çünki bura qumla limlənib, Kürdən su heç cür girə bilmir bu kanala. İndi onun üçün də biz Suvarma İdarəsinin müdürünə xahiş elədik. O da texnika verdi. Texnika da gəlib hal-hazırda dayanıblar burada. Buldozor yol açıb, orada yuxarı ilə yol açıb. Səhər Allah qoysa saat iş vaxtı 9-da gələcəklər. Demək, buranı qazacaqlar ki, su nasoslar götürə bilsin və kəndi suyla təmin edəcəklər. Bu kanal Akuşa bir kanalıdır. 10 günə yaxındır ki, su yoxdur. Bu kanalı da suyla təmin eləmək üçün indi hal-hazırda Kürün qırağına gedirəm. Çünki ağır texnika, traktor və ekskavator Kürün qırağındadır. Hal-hazırda ekskavator gözləyir ki, buldozor ona yol açsın və o da Kürü qazsın ki, bu kanala su nasoslar götürə bilsin. Deməli, aşağı Kürkənd kəndində kanalda 10 günə yaxındır ki, su yoxdur. Deməli, Kürdə su səviyyəsi aşağı düşdüyü üçün kanala nasoslar su götürə bilmir və mən bu Suvarma İdarəsi müdüründən xahiş elədim ki, 400 təsərrüfat susuz qalıb. Xahiş edirik, Kürü qazasız ki, kanalımız su götürə bilsin. Onlar da böyük texnika göndəriblər. Hal-hazırda texnika qaz torbalarının altından çox əziyyətlə keçir, Kürə doğru gedir. İndi nəticəni birazdan biz görəcəyik ki, kanala su vurdular ya yox. Hörmətlə Səylan Regional Təşkilatının nəzarətçisi Şirinbala Babaşov.